Salam, xoş gördük. 1S platformasında idarə olunan formalarda işləməklə bağlı və proqramlaşdırma ilə bağlı videolarımızı davam etdiririk. Bu videodan etibarən biz yeni bir mərhələyə başlayırıq. Bu mərhələ, yəni bizim platformamızın daxili dilinin öyrənilməsində idarə formalarla bağlı olacaq. Yəni biz platformada proqramlaşdırmanı, onun sintaksini bu idarə olunan formalara əsasən götürəcəyik. Yadınıza gəlirsə, biz bu video kursa, yəni bu video dərslərin hazırlanmasına başladığımız zaman belə bir anlayış qeyd etmişdik. Bizim platformanın işə salma rejimləri. Hətta gəlin bir dəfə də təkrar olsa belə bu məsələni qeyd eləyək. Baxın, biz bu konfiquratorumuzun, yəni konfiqurasiyamızın bu kök obyektin üzərində sağ klik etsək mışqa ilə, mousla və svойства bölməsindən baxın, основной rejim запуска, yəni proqramın işə salınmasının əsas rejimləri, əsas rejimi. Burada var idi управляемое приложение, bir də обычное приложение. Və biz qeyd etmişdik ki, bizdə управляемое приложение olacaq. Yəni idarə olunan forma. Və hətta biz bu bazamızı, yəni yaradarkən, yəni sistemə əlavə eləyərkən bizdə belə bir anlayışlar var idi. Tонкий klient və толстый klient. Hətta gəlin baxın, servis bölməsinə daxil olsaq, parametri запуск 1С предприятия. 1С müəssisənin işə salınması bölməsi. Baxın, daxil olsaq, burada görürsüz, hal-hazırda bizdə avtomatik seçim təyin olunub. Burada tонкий klient var, mobil klient var, web klient var, толстый klient var. Baxın, belə bir anlayışları qeyd etmişdik. İndi əsas onu bilin ki, bu idarə olunan formalarda əsas iki rejim var. Bu tонкий klient rejimi, bir də толстый klient rejimi. Yəni tонкий klient dedikdə bunu indi birbaşa Azərbaycan dilinə tərcümə eləsək, bu nazik klient, nazik istifadəçi biraz yaxşı alınmır, yəni anlaşılmaz olacaq. Yəni bu tонкий klient dedikdə bu sadə funksiyonala malik interfeys işləmə rejimi, sadə funksiyonallığı, yəni ki, tam olmayan. Ancaq толстый klient adını indi görsənir qalın, nə bilim kök. Bu cür onu demək yenə də mahiyyətini tam başa düşməyəcək. Bu səbəbdən də толстый klient dedikdə isə siz, yəni ağır da yox, tam funksiyonallı interfeysin işə salma rejimi, yəni tam funksiyonallığı, ağır belə tam işlək, yəni ki, vəziyyətdə olma, yəni funksiyonalın tam şəkildə icra olunan belə klient tərəf rejimi, iş rejimi. Tонкий klient isə bu sadə funksiyonaldır, yəni tam olmayaraq. Baxın, bu cür anlamaq lazımdır. Yəni adından da görsənir ki, tонкий klient bu incə, yəni belə sadə, yüngül bir işləmə rejimi. O birisi толстый klient isə bu 1S platformasının ağır işləmə rejimi kimi. Yəni bu şəkildə də anlaya bilərsiniz. Ümumiyyətlə gəlin aydınlaşdıraq görək ki, bu tонкий klient, толстый klient ümumiyyətlə nədir? Bunu da tam başa düşək. Bu səbəbdən ilk əvvəl gəlin qeyd edək ki, idarə olunan formalar xüsusi olaraq, yəni biz həmişə video mövzumuz nə idi? İdarə olunan formalarda, управляемый formalarda proqramlaşdırma. İdarə olunan ümumiyyətlə bu formalar xüsusi olaraq web klient, yəni web browserdə və tонкий klient, sadə funksionallı bu interfeys işləmə rejimi üçün, yəni nəzərdə tutulmuşdur. Yəni sırf bu web klient və tонкий klient üçün, hansı ki, hətta gəlin servisdə açaq. Baxın, bu web klient və tонкий klient üçün, yəni sırf bunun üçün idarə olunan formalar bunlar üçün tərtib olunmuşdur. Yəni 1S platforması tərəfindən. Baxın, bu web və tонкий klientlərin istifadə olunması, bu işləmə rejimlərinin 1S platformasında serverə olan yükü azaldır. Bu da öz növbəsində serverin resurslarının qənaət edilməsinə, başqa daha ağır, misal üçün funksiyaların, yəni daha ağır əməliyyatların, tapşırıqların icra olunmasına sərf edilməsinə imkan yaradır. Məsələn, baxın, əgər tонкий klient və bu толстый web klient kimi interfeyslər işlənən zaman bizim proqramımızın, yəni serverdə olan resursları, yəni onun gücü, işləmə gücü yönəlir tutaq ki, hansısa ağır tapşırıqların həll olunmasına, bizim məlumat bazamızında. Misal üçün, ayın bağlanması zamanı bu itoqların, yəni nəticələrin hesablanması zamanı gedən bütün bu əməliyyatlara bir növ yönəlmiş olar. Yəni bu da serverə olan yükü azaltmış və daha optimal proqramın işləməsinə təsir edir. Əvvəlki köhnə versiyalarda isə 1S konfiqurasiyalarında bütün bu resurslar demək olar ki, толстый klientə və обычный, adi formalara yönəlir. Yəni orada belə bir anlayış yox idi. Misal üçün biz bundan qabaqki videolarımızda bu kompilyasiya direktivləri keçmişdik. Na klienti və yaxud da na serveri. Ancaq bu idarə olunan formalarda belə bir anlayış, yəni ki, sırf bu na klienti, na serveri bu idarə olunan formalardadır. Ancaq
adi обычный formalarda, köhnə versiyalarda isə na klientə, na serverə deyilən belə bir kompilyasiya direktivləri yoxdur. Hətta onu da qeyd eləyək ki, hal-hazırda, yəni bizim bu 1S platformasının bu tipik konfiqurasiyaları, hazır məhsulları hamısı demək olar ki, idarə olunan formalara keçib. Yəni belə desək, gələcək bu idarə olunan formalardadır. Yəni 1S-də, yəni ki, bütün yazılacaq gələcək proqram təminatları, yəni konfiqurasiyalar hamısı idarə olunan formalarda, idarə olunan formalarla işləyir. Yəni upravляемое приложениеdir. Baxın bu hal-hazırda lap bağlayaq, göstərdim. Baxın, основной rejim запуска, обычный приложение yox, bu управляемое приложение. İdarə olunan tətbiq, idarə olunan formalardır. Bu səbəbdən də bizə, yəni ki, 1S-də proqramlaşdırma istəyən hər kəsə mütləqdir ki, bu idarə olunan formalarda işləməyi bacarsın. Yəni idarə olunan formalarda işləmək, köhnə, adi formada işləməklə, yəni çox da fərqi yox. Prosta sadəcə olaraq bu idarə olunan formaların bəzi özəllikləri var. İnterfeys baxımından, forma baxımından, proqramın işə salınması baxımından, istifadəçi tərəfdə klient, server kimi sadəcə belə bir anlayışlar ortaya çıxır. Ancaq belə sintaksisdir, proqramın kodunun dilidir. Hamısı demək olar ki, eynidir. Bəzi fərqlər var. İndi bizim də yəni bu videolarımız sırf həmin fərqləri görmək və bu idarə olunan formalarda proqramlaşdırma ilə bağlıdır. Ümumiyyətlə artıq biz bu videolara başlayarkən də hər dəfə bu idarə olunan formalar haqqında qeydlər etmişdik və bu səbəbdən də indi hal-hazırda bizim bununla bağlı nəzəri biliklərimiz var. Amma hələ ki o qədər də praktiki işlər görməmişik. Baxmayaraq ki, forma yaratmışıq, обработка, hətta gəlin açaq. Belə bizim formamız da var. Baxın, bu upravляемый formadır, hal-hazırda açılan. Обычный forma isə tam belə başqa fərqli formada olur. Yəni bu şəkildə qısaca da olsa bəzi işlər görmüşük. Ancaq belə tam praktiki işlərimiz olmur. Bu səbəbdən də bu boşluğu da yavaş-yavaş aradan qaldıracaq. Gəlin indi sırf konfiquratorda da bu qeyd etdiklərimizi, yəni idarə formalarda proqram kodlarımızı yazaq, davam etdirək. Bunun üçün bizim artıq обработка ki yaratmışdıq. Bu dəfə belə eləyək. Keçid formamızda bu hansı ki start düyməsi var idi. Həmişə kodlarımızı test etmək üçün istifadə edirdik. Gəlin onu hələlik silək. Ehtiyac yoxdur. Yəni tezdən hamısını özümüz bu dəqiqə yaradacaq. Konkret bütün etdiklərimizi bir-bir izah edərək. Hal-hazırda da özünüz də görürsüz ki, bizim bu formamızda heç bir rekvizit yox. Yəni ki, ümumiyyətlə obработкамıza obyekt olaraq da rekvizit heç bir məlumat əlavə etməmişik. Gəlin ilk əvvəl, yəni bu obработкамızın özündə ona rekvizit əlavə eləyək. Bunun üçün keçək, baxın, konfiqurator ağacında rekvizit bölməsi, bizim start obработкамız və rekvizit. Və burada добавить düyməsini sıxırıq. 1S də bizim üçün avtomatik olaraq rekvizit 1 adı ilə rekvizitimizi əlavə etdi. Və gəlin indi onun adını dəyişək. Adını belə qoyarıq. Rekvizit yox, xana qoyarıq, sahə qoyarıq. Sahə 1. Yəni birinci sahə. Xana bir növ rekvizit bu cür də straka kimi, sahə kimi. Adını qoyarıq sahə. Nə istəsəz qoya bilərsiniz. Yəni qeyd edirəm, bu ixtiyarıdır. Yəni ki bizim də ağlıma gələn buydu, bunu təyin etdim. Bu tipini gəlin çislo qoyaq. İndi hazırda indi müəyyən bir nümunəni test edəcək, yəni praktiki iş eləyəcək. Gəlin belə eləyək. Uzunluğu 10 qalsın. Sadəcə nöqtədən sonra 2 rəqəm. Yəni 10 nöqtə bir növ onun dəqiqliyini 2 qoyuq. Bu bir rekvizitimiz. Və keçək indi ikinci rekvizitimizi də əlavə eləyək. Onun da adını qoyarıq sahə 2. Həmçinin bunun da tipini təyin eləyək. Çislo 10, uzunluğunu da 2. Beləliklə indi bizim artıq bu obработкамızın start, hansı ki əvvəlki dərslərdə yaratmışdıq. 2 dənə obyekti var, yəni 2 dənə rekviziti var, 2 dənə sahəsi var. Hətta fikir verin, indi hal-hazırda bizdə bu obyekt rekvizitində görürsüz üstəgəl işarəsi də gəldi. Yəni sahələri artıq formamızın özündə də yəni görə bilirik. Lakin formamızın, yəni bizim bu formamızın vizual olaraq görsənən hissəsində bu rekvizitlər nə element pəncərəsində, nə də burada görsənmədilər hal-hazırda. Çünki biz bunu obyektimizə əlavə etdik. Formanın hələ özünə, yəni ki, əlavə etməmişik. Və həmçinin də bunu hardan anlaya bilərik? Biz əvvəlki dərslərimizdə qeyd etmişdik, yadınıza gəlirsə, burada 2 dənə kvadrat skobkaların, yəni kvadrat bu işarələrin olmaması ilə də, yəni aydın gəlir ki, bizə ki, bu sahələrimiz, bu rekvizitlərimiz hələ formaya əlavə edilməyiblər. Bunu biz əvvəlki dərslərimizdə qeyd etdik. Bu formalara, yəni ki, ilk öyrəndiyimiz zaman. Bu sahələrin formada görünməsi üçün biz gərək bu rekvizit bölməsində olan, baxın bu bölmədə olan
olan bu rekvizitlərimizi keçirdik. Baxın bu bura. Yəni formanın özünə baxın ki, bunlar burada görsənsinlər. Gəlin indi də bunu eləyək. Bunun üçün ilk əvvəl gəlin formamızda, baxın yaxınlaşdırım belə rahat görsənsin. Formada sağ kliki vururuq mausla. Добавить düyməsinin üzərinə sıxırıq və indi fikir verin. Burada bizə fərqli elementlərin siyahısı gəlir. Qruppa обычная, qruppa без отображения, qruppa страниц. Bunları da yavaş-yavaş öyrənəcəyik. Bu formamızda, yəni idarə olunan formalarda formanın elementləridir. Hansı ki biz bunu birbaşa obyekt olmadan belə əlavə eləyə bilirik. İndi bu dəqiqə bizə indi lazım olan baxın qruppa обычная. Biz bir növ burada əlavə edəcəyimiz elementləri qruplaşdırmağa, onların müəyyən sahələr üzrə təyin etməyə imkan verir. Fikir verirsinizsə baxın bu şəkildə qovluq şəklində bir element əlavə olundu. Yəni formanın özündə hal-hazırda görsənməsə belə. Bu bir növ qruplaşdırmaya bizə kömək eləyəcək. Gəlin onun da adını təyin eləyək. Sahələr qrupu kimi. Yazaq burada sahələr. Baxın burada da görürsüz adı da dəyişdi sahələr. Və indi də bu iki sahəmizi əlavə eləyirik. Baxın bura. Bunun üçün götürürük bu iki obyektimizi, yəni rekvizitimizi sürüşdürərək tutaraq mausla keçirdirik baxın sahələrin üzərinə və mausu buraxırıq. Gördünüz element sahə 2 də bir də əlavə olundu. Gəlin biri qalxacaq yuxarı. Yəni burada olan misal üçün düymələrlə biz bu rekvizitləri, yəni baxın bir də aralayım buradan. Yerlərini dəyişə bilərik. Yuxarı, aşağı belə bu şəkildə qaldıra bilərik. Bu sahələrimizi, yəni bu rekvizitlərimizi. Birinci qoyun sahə 1 gəlsin. Ki və yaxud da fikir versə buradan aşağı salsam sahə 1 bu yana keçdi. Qalxıram yenidən yuxarı. İndi hal-hazırda bizim bu iki rekvizitimiz bu gördüyünüz ki element olaraq formaya əlavə olundu. Və bu bizə nə verir? Ümumiyyətlə əgər biz formada bu rekvizitlərin rənglərini dəyişmək, vizual görünüşünə müdaxilə etmək istəyiriksə, biz sırf gərək baxın bu elementlərlə işləyə bilərik. Bunlarla eləyə bilərik onu. Yəni birbaşa gəlib bizim bu sahə, bu rekvizitlərimizin, yəni ki bu obyekt olaraq rekvizitlərdən rəng təyin edə bilmərik. Biz ancaq formada olan, yəni ki baxın bu elementlərdən müdaxilə etməklə onların rəngini, ölçülərini, vizual görünüşünü dəyişə bilərik. Yəni formanın elementi olaraq istifadəçi qarşısında görsənəcək. Yəni ancaq elementə müdaxilə etməklə biz bunu eləyə bilərik. Yəni ki sırf bu rekvizitlərin özündən yox. Yəni element formanın elementi olaraq bunu edə bilərik. Yəni fərq nədədir? Tutaq ki bizim bu sahələr ki bu rekvizitlərimiz ki var obyekt olaraq. İndi bu rəqəm tipi qoymuşuq. Biz bu obyekt olaraq tutaq ki birinə 5 mənimsədib, birinə də 10 mənimsədib toplayıb nəticəni ala bilərik. Ancaq elementlərdə isə bunu eləyə bilmərik. Elementlər sadəcə olaraq vizual görüntülərinə, bəzi ölçülərini, yəni ki sırf görünüşü ilə bağlı olan hadisələri, yəni əməliyyatları elementlərdə eləyə bilərik. Ancaq məlumatın əlavə olunması, hesablanması kimi əməliyyatlar isə obyekt tərəfdə olunur. Baxın bu element dedikdə və sırf rekvizit olan obyektin rekviziti olaraq bunların arasında fərq bundadır. Qeyd etdiyim kimi əsas burada sizin bilməli olduğunuz məsələ bu formanın elementləri ilə buradakı obyektdə olan rekvizitlər arasındakı fərqdir. Burada məlumat saxlanılır əsas, bütün əlavə edilir, hesablanır, toplanır, çıxılır. Burada isə yəni sırf vizual görüntü ilə bağlı dəyişikliklər üçün istifadə olunur. Baxın bu qədər. Gəlin indi bir məsələni də qeyd eləyək. Hətta bunu gəlin belə aşağı, yəni bu müsbət işarəsini sıxaq ki, obyektimiz bağlı vəziyyətə gəlsin. Biz bura qeyd etdiyimiz kimi görürsüz bu xanalar, bu sahələr, rekvizitlər artıq var. Niyə görə biz baxın buradan onları əlavə etdik. İndi isə biz əvvəl də qeyd etmişdik, bu haqqda danışmışdıq. Bizim formanın özünə də rekvizit əlavə eləyə bilərik. Baxın buradan. Bu üzərinə tıklayırıq. Görürsüz rekvizit 1 belə bir sahə əlavə edildi. Yəni rekvizit əlavə edildi. Ancaq bu rekvizit görürsüz bizim obyektimizin özündə deyil. Yəni bu rekvizitin özü ancaq formanın açıldığı zaman görsənə bilir və bu rekvizitdə biz heç bir məlumatı yaddaşda saxlaya bilmərik. Yəni forma açıldığı müddətdə bu rekvizitə əlavə edəcəyimiz məlumat qalacaq. Forma bağlanandan sonra isə bu da virtual olaraq yox olacaq, yəni ki silinəcək. Ancaq obyektdə belə deyil. Obyektdəki sahələrə əlavə etdiyimiz bu birbaşa bizim bu start obyektimizin özünə aid olur. O səbəbdən də bunlar yaddaşda qalan, yəni obyektin sırf öz rekvizitidir. Formanın rekviziti isə ancaq forma üçündür. Yəni yaddaşda qalmır. Siz bunu sadəcə olaraq müəyyən əməliyyatları hesablamaq, hansısa bir nəticəni vizual olaraq göstərmək istəsəz, bu cür rekvizitlərdən, yəni baxın buradan həmin rekvizitləri əlavə etməklə təyin edə bilərsiniz forma üçün. Yəni bunu da qeyd etdim ki, bilmiş olaq. Tutaq ki, indi əgər biz bu rekviziti bazada da yaddaşda saxlamaq istəyiriksə, biz onu bura deyil, yəni gəlin silək. Biz bunu əlavə etməliyik, baxın bura. Bizim, yəni ki, sırf obyektin özünə. Baxın bu şəkildə dabaq
Dabavit rekvizit verir. Gördüyünüz kimi əlavə etdik. Gəlin hətta onun da adını dəyişək. Dəyişmək üçün sağ düyməni buradan svojstva və belə bir pəncərəmiz açılır. Və burada onun adını təyin eləyək. Sahə 3, tipini də qoyaq çislo, yəni rəqəm qoyaq və bunda da həmçinin 10 dəqiqliyi də 2 olur. Formamızla işləməyə indi gəlin davam etdirək. Bir dənə də indi gəlin bu əlavə etdiyimiz sahə 3-ü də formamıza yerləşdirək. Onu tuturuq buradan, keçirdirik bir tərəf sahə 3-ü də burada yerləşdirir. Hətta belə eləyə bilərik. Görürsüz bunlar hamısı belə yan-bayan düzülüblər. Baxın bizim indi bu ki əlavə etdiyi qrup, bunun baxın svojstva bölməsinə daxil oluruq. Bu pəncərə açılır. Yəni svojstvaya keçir. Bu pəncərədə baxın qrupirovka, görürsüz bu bölmə var. Bu sazlamanın içərisində biz vertikalni qrupirovkanı və yəni ki görünüşünü, vəziyyətini vertikal olaraq, yəni düzünə şəkildə yerləşdirə bilərik. Bizdə hal-hazırda eninə yerləşir. Yəni əlavə etdiyimiz rekvizitlər. Baxın vertikalı seçirik. Fikir verin, hamısı gördüyünüz kimi alt-alta düzüldü. Yox, gəlsək burada seçsək horizontalniyə, üfüqi şəkildə görürsüz. Baxın bu eninə düzüldülər hamısı. Alt-alta deyil. Bu səbəbdən deyil, belə daha yaxşı olar ki, alt-alta düzülsünlər. Keçirik bura yenə də. Və bunu seçirik vertikalniyə. Bu şəkildə gördüyünüz kimi belə qəşəng alt-alta düzülmüş oldu bizim əlavə elədiyimiz rekvizitlər. İndi formamıza bir dənə də element əlavə eləyək. Baxın, yenə də обычный qrupla seçək. Ayrıca bir yenə də qruplaşdırmaq üçün. Bunun da adını qoyarıq düymə qrupu. Burada indi komandalar. Gəlin komanda qrupu adını qoyaq. Komandalar. Düymələr də qoya bilərik. Daha knopkalar deyəndə düymələr qoyaq. Nə istədiyiniz adı qoya bilərsiniz. Yəni qeyd edirəm. Baxın, burada artıq bura əlavə olmuşdu. 2 dənə qruplaşmamız var. Fikir versin indi səliqə ilə. Rekvizitləri ayrıca düzmüşük. Düymələr indi ayrıca düzə bilərik. Keçək indi bizim baxın bu komanda bölməsinə. Hansı ki burada biz düymələri təyin edirik. Bu istərsinə hal-hazırda boşdur siyahımız. Gəlin komandamızı əlavə eləyək. Bunun üçün dabavit düyməsini sıxırıq. İndi onun adını təyin eləyək. Adını qoyaq əvvəlki start düyməsi belə səliqəli şəkildə. Hətta gəlin belə eləyək. Keçək bura. Bunu düyməmizi də əlavə eləyək bu tərəfə. Gördünüz? Baxın bu şəkildə də düşmüş oldu. Hətta bu düyməmizin, yəni bunu seçirik. Bu действие bölməsində də indidən də seçək. Yəni icra ediləcək kodu, prosedurunu təyin eləyək. Vururuq. Buradan seçirik создать на клиенте və bizim baxın hansı ki köhnədən yaratmışdıq, onun içərisinə daxil olduq. Bunların içini təmizləyək. Yəni bütün əvvəl yazdığımız kodları bu modulun içərisindən yığışdıraq. Artıq bizim indi bu start düyməmizin də bu şəkildə boş, yəni burada bizim kodumuz icra olunacaq. Start düyməsi basıldığı zaman. Burada istərdim sizə bir məsələni də qeyd edeyim. Biz indi bu düyməni bura necə əlavə etdik? Tutub buradan belə sürüşdürüb gətirdik, əlavə etdik bura. Yəni buradan tutub sürüşdürərək. Ancaq biz bunu gəlin 2 dəfə basıb buraxdım, təzədən yarandı. Biz bunu gəlin silək. Bunu necə də əlavə eləyə bilərdik? Baxın silirik. Bura istənilən bir üstəgəl işarəsindən dabavit vururuq. Açılan siyahıda knopkanı seçirik. Baxın düyməni belə əlavə etdik. Baxmayaraq ki, indi görürsüz bizim bu əlavə etdiyimiz düymə bu elementlər formasındadır. Lakin görürsüz bura gəlib düşməyib. Niyə görə? Çünki bizim bu knopkamızın, bu düyməmizin hal-hazırda komandası, yəni ki müəyyənləşdirilib. Onun üçün komanda təyin olunmayıb. Bu səbəbdən də gəlin buradan onun üçün komandasını da təyin eləyək. Baxın bu düymənin üzərində sağ düyməni vurub svojstva bölməsi və açılan bu pəncərədə baxın keçirik bura imya komanda. Baxın bura bu bölməyə daxil oluruq və belə bir komandaların siyahısı qarşımızda açılır. Standart, qlobal. Bizə öz starta əlavə etdiyimiz düyməni görürük. Seçirik fikir verin düymə burada artıq əlavə olunmuş oldu. Gördüyünüz kimi, yəni hər iki variantda birbaşa buradan element olaraq əlavə edib sonra keçib onu komandaya bağlaya bilərik və yaxud da buradan tutub çəkib bu şəkildə də ata bilərik siyahıya. Yəni hər iki variant yəni ki mümkündür. Hal-hazırda gördüyünüz kimi formamız yavaş-yavaş belə formalaşdırırıq. Bir də indi bir dənə də sizə bir şey də göstərdim ki, biz bu formanın, yəni istifadəçi tərəfdə necə görsəndiyinə baxmaq üçün baxın bizdə burada bölmə var. Proverить. Vururuq, görürsüz, forma istifadəçi tərəfdə necə görsənəcək, onu da yəni ki belə görə bilirik. İstifadəçinin qarşısında bu şəkildə açılacaq. Yəni baxın bu düyməni klikləsəz, əvvəlcədən yəni vizual olaraq yəni test etmək, görmək olur formanı. Gəlin indi birəsi işə salaq və etdiyimiz dəyişiklikləri də baxaq. Bunun üçün bazamızı yeniləyirik və istifadəçi rejimdə açmaq üçün buna tıklayırıq. Keçirik uçot sistemi servis, bizim bu start. Gördüyünüz kimi baxın bu da bizim formamız, yəni ki bu şəkildə açılmış oldu. Bütün sahələrimiz də əlavə olundu. Hətta içərilərinə rəqəm də yaza bilirik. Bu şəkildə düyməmizi də basa bilirik. Yəni bu şəkildə forma yəni ki hazır oldu. Baxın bu gördüyünüz yəni interfeys idarə olunan formadır. Bu səbəbdən də bizim belə formamızı bu rahat bu şəkildə də yarada bilirik. Yəni istifadəçi tərəfdə vizual olaraq görünməsi üçün, interfeysi üçün qaydaq konfiquratora. Gəlin indi bu bizim ki düyməmiz var start. Keçək onun proseduruna.
proseduruna və burada müəyyən bir, yəni kod, müəyyən bir əməliyyatı icra eləyir. Məsələn, biz istəyirik ki, bizim bu rekvizitlərimizdən, yəni bu sahələrimizdən hər hansı birinə müraciət edə bilək. Gəlin hətta rekvizit bölməsini də açaq burdan. Bu sahələrimizə müəyyən bir rəqəmi mənimsədək. Yəni bu düymə basıldığı zaman biz bunu necə eləyə bilərik? Artıq əvvəlki dərslərdə qeyd etmişdik. Yenə də təkrar da olsa, baxın, yəni bir məsələ var, onunla qeyd edim. Biz dərsin əvvəlində də qeyd etdik ki, əgər biz rekvizitə hər hansı bir məlumatı əlavə etmək istəyiriksə, bunun üçün gərək obyektin özündən müraciət eləyək. Obyekt bir növ nöqtə bu rekvizitlərdən birinin adı ilə. Baxın, indi gəlin hətta bunu test eləyək. Tutaq ki, obyekt yazırıq. Həmin bizim rekvizitimizə obyektimiz nöqtə. Fikir verin, bütün sahələrimizin bir növ adları qarşımıza çıxır. Tutaq ki, sahə 1 bərabərdir 10. Nöqtə vergül qoymağı unutmuruq. Və gəlin indi bazamızı da yeniləyək və keçid istifadəçi rejimində yoxlayaq. Çoxaltı sistemi, servis, start. Baxın, indi mən start düyməsini sıxdığım zaman gördünüz 10 rəqəmi əlavə edildi sahə 1-ə. Yəni sırf biz buradakı rekvizitlərə, yəni ki elementin özünə deyil, məlumatı obyektə yazmaq istəyiriksə, obyekt nöqtə o sahənin rekvizitin adı. Baxın bu şəkildə yazmalıyıq. Gəlin biraz da bu kodumuzu fərqli yazaq. 2 dənə dəyişən yaradaq. A bərabərdir misal üçün 10 və B bərabərdir. Tutaq ki, 10 da qoyaq 20. Və kodumuzu da belə eləyək. Bunu silək. Obyekt nöqtə sahə 3 üçün. Yəni 3-cü sahəmiz üçün. Onu bərabər eləyək. Obyekt nöqtə sahə 1 üstəgəl obyekt nöqtə sahə 2 üstəgəl A üstəgəl B. Bu şəkildə yazaq. İndi burada nə baş verəcək? Biz düyməni vuran zaman bu iki rekvizitə əgər rəqəm daxil etmişiksə, onlar toplanacaq və həmçinin də bizim bu A ilə B dəyişənlərimizdə saxladığı dəyər, yəni 10 ilə 20 də üzərinə gələcək. Gəlin istifadəçi rejimində test eləyək. Kodumuzu keçirik çoxaltı sistemi, servis, start. Baxın, gəlin buraya yazaq 10, burada 10. İndi fikir verin, sahə 3-ə indi biz bu startı basaq nə yazılacaq? 10 üstəgəl 10 20, bir də 30 o tərəfdən. Hardasa 50 eləməlidir. Gördüyünüz kimi 50 alınır. Baxın bu şəkildə, yəni əməliyyatı da icra etmiş olduq. Yəni buradan bizə aydın oldu ki, biz obyektdəki, yəni bizim formada obyektin rekvizitlərinə bizim bu pəncərədə olan obyektin özündən müraciət etmək lazımdır. Yəni bu şəkildə. Obyekt, baxın bu obyekt nöqtə sahə, obyekt nöqtə sahə bu şəkildə. Gəlin davam edək. İndi götürüb bu kodu, yazdığımız kodu kommentariya eləyək hələlik. Yəni bu kodu kommentariya ona görə eləyirik ki, kodumuz icra olunmasın. Kommentariyanı da etmək üçün baxın bu düymə üzərinə sıxırsınız və kommentariya olunur kodunuz. İndi gəlin qeyd etdiyimiz kimi, yəni bizə aydındır ki, burada obyektin rekviziti ilə formanın üzərində olan bu elementlər, bunlar baxmayaraq ki, həmin rekviziti təmsil edir. Yəni ki, ancaq obyektin özü deyil. Baxın bu obyektlərin özləri deyil. Gəlin indi bu elementlərə müraciət etməyə çalışaq. Görək bu bizə nə verir? Yəni formanın elementlərinə. Baxın, adi adından da gördüyünüz kimi element dedik. Hələ bizə aydın olur ki, element, baxın, bu bizim görürsüz element adlı bizim formamızın obyekti xassəsi svojstvosıdır. Elementi seçirik, nöqtə. Gördünüz bütün formada olan elementlərin siyahısı qarşımıza çıxır. Və gəlin burada sahə 1-i seçək. Baxın, indi biz bununla nə edə bilərik? Biz buna hər hansı bir dəyəri verə bilmərik. Məsəl üçün, bərabərdir 5 qeyd edə bilmərik. Çünki bu obyektin özü deyil. Yəni bu rekvizit hansı ki onun tipi, çislo idi falan idi, təyin etmişdik. Bu onun özü deyil. Yəni bu sırf bizim baxın bu elementimiz və buna birbaşa belə mənim rəqəm, nəsə dəyər mənimsətmək yəni ki mümkün deyil. Ancaq nələr var? Baxın, biz bu sahə, gəlin bunu da silək, bu ehtiyac yoxdur bizə. Sahə 1, elementi sahə 1 nöqtəni vururuq. Gördünüz, bunun da özünün məlumatları və hətta funksiyaları, metodları hamısı çıxır siyahı. Görsün nə qədər böyükdə siyahısı var. Şrifti, ölçüləri, fonunu, rəngi, nə istəsəz. Artıq biz nə edirik bu elementdə müraciət eləməklə? Bu idarə olunan formamızda onun bütün xassələrini təyin edə bilərik. Rəngini, qalınlığını, yazının şriftini. Hansı ki, baxın, biz bunu adətən harda görürdük? Burada sahə vururduq, width falan, baxın bu sazlamalar. Bunları indi elementin üzərindən biz kodla təyin edə bilərik. Baxın bunları. Burada gördüyünüz bütün xassələri kodla təyin etmək üçün birbaşa elementi nöqtə sahə 1 bu formada nöqtə adlarını
bizi yəni ki görə bilir. Gəlin baxın. Burada görürük ki bizdə nə var idi? Xassisi olaraq bu element üçün. Məsəl üçün gəlin siyahıya baxaq. Belə bir videomuz görürsüz bu. Biz bunu kodla təyin edirik. Hal-hazırda görürük ki kodla işarələnib, yəni ki mən bunu fikir verin söndürsəm sahə itdi. Fikir verdisə buradan sahə 3 itdi. Bunu qoysam baxın sahə 3 qayıdı. Biz bunu kodla təyin edə bilərik. Yəni düymə basıldığı zaman 3-cü bu xana sahə itsin formada. Gəlin indi nöqtə v yazırıq. Görürsüz ipucu olaraq da çıxdı. Videomuz. Bunun da tipi nədir? Boolean-dır. Ya hə, ya yox. Bunu da qoyaq loş, yəni ki xeyr, görsənməsin. İstina qoysaq, bu deməkdir ki, bu videomuz-dir. Yəni onun görünüşü bizim formamızda bəli görsənəcək. Yox qoysaq, loş qoysaq görsənməyəcək. Gəlin indi yoxlayaq. Bazamızı yeniləyək. İstifadəçi rejimində keçirik. Total sistemimiz servis və start. Baxın, indi mən bu start düyməsinin üzərinə sıxsam, fikir verin, sahə 3 silindi. O zaman mən hansını sildim? Bir saniyə. Sahə 1-i sildim. Bilirsən? Gəlin, bizə lazımdır prinsip olaraq sahə 3-ü daha doğrusu. Bazamızı yenidən yeniləyək. Keçirik total sisteminə. Buradan da servis start. Baxın, indi bunun üzərinə vururam. Sahə 3 get gördünüz. Bir daha da yox. Servis start. Sahə 3 videomuzda olur. Birbaşa elementə, yəni müraciət etdi və bu elementin baxın element olaraq gördüyünüz buradakı xassələri var. Yəni bu svойства поле bizim sahəmizin o sazlamaları. Bunu biz kodla belə artıq gördüyünüz kimi təyin edə bilərik. Baxın, formamızın başqa elementlərinə nə var? Gəlin yoxlayaq onu da. Misal üçün nöqtəni vururuq. Burada daha misal dostupность. Baxın, indi ağlıma gələn bu da dostupность. Yəni digərlərini özünüz də test edə bilərsiniz. Bax, seçirik dostupность. Bu nədir? Bu bizə bu sazlama ilə biz bu xanalardan birini, yəni istifadəçiyə əl çatan və yaxud da ona bir növ qadağa qoya bilər ki, dəyişiklik etməsin deyə. Bir şey də qeyd edeyim. Bu videomuz hansı ki biz xananı baxın bu şəkildə görürsüz yığışdırıram. Bu əslində silinməyib buradan rekvizit. Sadəcə olaraq gizlənib görsənmir. Yəni videomuz hələ bilərsiniz ki, birdən silir xananı, yox. Xana içindəki məlumatlar qalır. Bu sadəcə olaraq görünüşü. İndi qaytardıq onu da. Baxın indi bu dostupностьlə biz misal üçün dəyişikliklərə qadağa qoya bilərik. Gəlin qaydaq kodumuza. Baxın dostupность eləcək loş, yəni ki düymə basıldığı zaman. İndi gəlin yoxlayaq. İndi görüb başa düşəcəksiniz. Keçirik total sistemi servis start. Baxın gəlin bura hər hansı bir rəqəm görürsüz yazdıq. Düzdür. İndi mən bu startı vursam buna yəni əl çatar olmayacaq bizə. Buna qadağa qoyacağam dəyişikliklə. Baxın start. Yəni sahə 3-ü qoymuşam. Gəlin belə eləyək. Bağlayıb tezdən yazmayacağam kodu qayda. Mən sahə 3 eləmişəm deyə ona görə buna qoydu qadağanı. Ta ki rəqəm yazdım. Baxın start. Все. Buna artıq heç bir şey dəyişə bilmərəm. Bunları görürsüz yaza bilirəm. Ancaq bunu artıq toxuna bilmirəm. Belə həm də gördünüz ki, biraz rəngi də solmuş kimi bu rəngə boyandı. Yəni artıq bunu biz dəyişə bilmirik. Bunu da biz yəni burada elementin bir növ, yəni kodumuza qayıdaq dostupность. Onun bu xassəsi. Hətta bunu biz formada da görə bilərik. Baxın bu sahəni seçirik. Sağ düyməni vurub svойства və açılan bu pəncərədə gəlib baxın dostupность. Baxın burada da söndürə bilərdik. Gördünüz? Eyni şəkildə boz rəngə boyanmış oldu. Baxın indi yandırsam gördünüz öz rəngi qayıtdı. Yəni bu dəqiqə mən onu dəyişə bilərəm. İstifadəçiyə icazə vermiş oldum. Yəni qeyd etdiyim kimi bu elementdən biz bir növ formada olan vizual görüntü ilə bağlı dəyişikliklərə müdaxilə edə bilərik. Gəlin forma ilə elementlərimizin tanışlığına davam etdirək. İndi keçək başqa bir fərqli bir rekviziti öyrənməyə düyməni. Bu da nə olacaq? Переключатель. Yəni bir növ ingilis dilində toggle, switch və yaxud da Azərbaycan dilində keçid düyməsi, keçid düymələri. Belə bir izah. İndi daha belə gördüyümüz zaman o düyməni tam anlaşıqlı olacaq. Gəlin bir rekvizit əlavə eləyək, добавить eləyək. Adını da qoyarıq keçid düyməsi. Keçiddən üzr istəyirəm. Keçid düyməsi. Belə bir ad qoyaq. Yəni başa düşək. Bu переключатель olacaq. İndi bura əlavə etdiyimizə görə bu rekviziti biz indi bunu obyektin içərisində rahat şəkildə görə bilirik. Yəni tipini dəyişək onu. Yəni bunun tipini də qoyaq. Stroka yox, çislo. Yəni çislo olsun. Uzunluğu da heç bir şey toxunmuruq. Sadəcə bu şəkildə qalsın. Və gəlin bunu da biz formamıza əlavə eləyək. Bunun üçün ilk əvvəl formada bir dənə də qrup yaradaq. Və heç ad bir şey, heç bir şey də qoymarıq. Elə bu şəkildə də qalsın. Yəni qruplaşdıraq. Yəni ümumiyyətlə formada elementləri əlavə edərkən çalışın bu qovluq şəklində belə qruplarla. Çünki burada düymələrin sayı çox olsa siz qarışıq
qarışıq düşməsin, rahat şəkildə orientasiya oluna biləsiniz deyə, düymələrinizi, komanda rekvizitlərinizi tapasınız belə deyə. Amma bu şəkildə belə qruplar yaratmaqla eləyə bilərsiniz bunu. Və biz bu keçid düyməmizi də sürüşdürüb aparıb qrup 1-in içərisinə atırıq. Baxın bu şəkildə. Baxın, indi hal-hazırda deyə bilərsiniz ki, bu keçid düyməsi bu sadə bir rekvizitdir rəqəm şəklində. Baxın, biz bunu necə çevirib edəcək keçid düyməsi element olaraq. Baxın bu rekvizitimizi. Gəlin bunu keçirik, sağ düyməni vururuq, svojstva açılan bu pəncərəyə. Burada görürsüz vid var, polе vvoda, siyahını açırıq. Burada görürsüz polе переключателя, keçid, bunun görünüşü keçid bir düyməsi kimi, xanası kimi. Seçirik onu. Fikir verin, bizim indi bu həmin xana ki var idi, bu şəkildə idi. Çöndü necə? Yəni keçidlər. Burada bir növ seçim siyahı şəklində belə bu formaya düşmüş oldu bizim elementimiz. Переключатель. Hazırda həmçində gördüyünüz kimi bu bizim keçid düyməmizin 3 dənə dəyəri var susmaya görə. Значение 1, значение 2, значение 3. Həmçində biz bu düymələrin, yəni bu keçid düymələrin sayını belə artıra bilərik. Baxın, sağ düyməni sıxıb svojstvasına keçirik. Burada fikir verin. Количество kolon. Baxın, burada hal-hazırda bizdə indi standart 3. Bunu biz artırıb eləyə bilərik. Məsəl üçün 5. Fikir verin. 5 dənə oldu bizim düyməmiz. Yəni seçimlərimiz, bir növ keçid düymələri. Məsəl üçün başqa nə burada sazlamaları var? Məsəl üçün vысота заголовки. Fikir verin. Görürsüz, biz onun hündürlüyü ölçülərini dəyişə bilərik. Baxın, bu şəkildə yəni müdaxilə etmək olur sazlamalarına. Yəni qaytardıq indi bunları 0 elədik, 0 olsun. Yəni bu şəkildə də qalmış olsun. İndi gəlin hətta bunu 3 eləyək sayını da. Baxın, indi hal-hazırda görürsüz bizim bu keçid düymələrimizdə belə значение bir dəyərlər bu şəkildə yazılıb. Biz bunları da dəyişə bilərik. Yəni ki, onun dəyərlərini də özümüz təyin edə bilərik. Bunun üçün baxın, bunu yenə də svojstva bölməsinə daxil oluruq. Açılan bu pəncərədə. Baxın, burada список выбор. Baxın, bura daxil oluruq və gördünüz belə bir seçimlərin, yəni ki, список выбора, seçim siyahısı gəlir. Gəlin əlavə eləyək 3 dənə. Bunun da представление bu onun təsviridir. Belə yazarıq. Belə qeyd edirik. 10% tutaq ki, endirim. Sonra gəlin əlavə eləyək. 20% endirim. 3 dənə əlavə eləyək. Aslında bu da olsun 50% endirim. Vuruq. Fikir verin, adlar da dəyişdi. Hətta gəlin bu elədiyimiz dəyişiklikləri yoxlamaq üçün bazamızı yeniləyək. Keçirik istifadəçi rejiminə. Total sistemi, servis, start. Baxın, gördünüz. Bu şəkildə belə qəşəng görsənir. Ancaq bunları necə yaza bilirik? Ancaq bunlar fikir versə dəyişə bilmirik. 10%-də qaldı. Çünki bunlar üçün dəyərlər təyin etmədik. Gəlin bunu da düzəldək. Qaydırıq bura. Eyni qayda keçirik bura. Baxın, bura birinci, ikinci və üçüncü. Hər burada keçid düyməsi üçün onun dəyərlərini bir növ təyin etmiş olacaq. 1, 2, 3. Gəlin indi bazamızı yeniləyək. Total sistemi, servis, start. İndi fikir verin. Gördünüz indi seçimdə rahat da belə bu şəkildə qalmış oldu. İndi işlədi tam. Yəni formamızda görürsüz indi nə şəkildə belə bir düymələri də əlavə etmiş oldu. Adi düyməmiz, xanalarımız, hamısı. Bir də belə keçid düymələrinə kimi переключателlər rus dilində belə adlanır. Onları da yaratmış olduq. Burada bir məsələni də qeyd etmək istərdim. Siz burada 3 dənə görürsüz fərqli dəyərli belə düymələr görürsüz. Əslində bunlar hamısı bir elementə aid olur. Yəni bunlar hamısı 3-ə ayrı-ayrı element deyil, sadəcə olaraq bir elementin içindən təyin edirik. Yəni özünüz görürsüz 5 düymə qoya bilərdik, fərq etmir. Yarı sayda qoya bilərik. Yəni çox zaman tezə başlayan adamlar bunların hamısı hər bir düyməsinə ayrı-ayrı element kimi başa düşür. Yox. Yəni bu sadəcə olaraq bir elementdir, sadəcə keçid düymələri var. Fərqli dəyərləri seçmə imkanı verir. Gəlin burada da bizim bu əlavə etdiyimiz переключатель keçid düyməsi üçün də bir kod yazaq. Baxın, bu keçid düyməsində ki, indi hər dəfə biz düyməni basıb seçim eləyirik, onun öz hadisəsi var. Sağ düyməni sıxırsınız, svojstvaya daxil olsaz, açılan bu, baxın bu pəncərə açılır. Burada sonda fikir verin, при изменении. Bunun üzərinə vururuq və indi bizdən deyir ki, bu kodu harda yazmaq istəyirsən? Создать на клиенте qalsın belə. Klient tərəfdə istəyirəm icra olunsun. Və görürsüz, indi bizim keçid düyməmizin öz proseduru. Necə ki bizim start düyməmizin, baxın burada startı ki vurma, onun öz proseduru var idi. Bu şəkildə də bizdə indi baxın bu keçid düyməsinin də fikir verin sabıtiyası var, hadisəsi, yəni basılan zaman, dəyişilən zaman. Baxın bu şəkildə indi burada da bir də kod yaza bilərik. Yəni burada hər hansı bir düymə seçildiyi zaman, baxın bu şəkildə buradakı kod icra olunacaq onun üçün. İndi gəlin bir dənə də maraqlı praktikamız olsun. Sadə bir kodda bu keçid düymələrimiz üçün də yazaq.
Burada biz Kakraz ilə əvvəl keçdiyimiz şərt operatoruna nə vaxt keç istifadə eləmirik. Bu videoda həmçində şərt operatorunu da yadımıza salmış olarıq. Şərt operatorundan istifadə edərək indi bura bir dənə kod əlavə edəcəyik. Baxın, gəlin belə bir kod yazaq. Yesli əgər bizim obyekt nöqtəni qoyuruq, keçid düyməsi bərabərdir 1 olarsa, deyə bilərsiniz ki, bu 1-i hardan, hansı şərtə görə müqayisə edirsən? Baxın, biz axı burada qeyd etdik keçid düyməsinin svojstvasına daxil olsaq, baxın, açılan burada spisik vыбор. Görürsüz, biz ona dəyərlər verdik. 1, 10% endirim 2. Yəni burada bu hər 3 düymədə dəyərlər yatır. Baxın, burada 1, 10% dəyər görürsüz. İkinci düymə budur 2, 3. Yəni mən bunu üzərinə vursam, deməli bu 1 olacaq. İndi də mən kodda da yoxlayıram. Əgər 1-in üzərinə basılıbsa, yəni obyekt keçidi, bu obyekt keçid düyməsi 1-ə bərabərdirsə, o zaman obyekt nöqtə bu sahə birimizə, yəni orada 1 nə idi? 10%. 10 əlavə olunsun. Bərabərdir 10. Baxın. Yəni sadə kodlar da yazırıq. Yəni ki, yavaş-yavaş da get-gedə də mürəkkəbləşəcək. Yəni bu metodları, xassələri, bu funksiyaları belə öyrənmək üçün, yəni bu şəkildə qısa, sadə kodlarla. Innaki, yesli, artıq bunları keçmişik. Yəni bundan qabaqki videolarımızda var bu şərt operatoruna bağlı. Obyekt nöqtə keçid düyməsi 2-yə bərabərdirsə, yenə taqda nə edirik? Obyekt nöqtə sahə 2-mizə doldurarıq 20%. 20 yəni. Hətta bir dənə də üçüncünü də var axı bizdə. Innaki, yesli, obyekt nöqtə keçid düyməsi bərabərdir 3-ə. Burada 2 olmalıydı. Burada 3. Taqda nə olsun? Obyekt nöqtə sahə 3 bərabər olsun 50-yə. Konec yesli. Bunu da bağlamağı unutmuruq. Demək olar kodumuz hazırdır. İndi bu nə deməkdir? Bu deməkdir ki, biz burada bu birincini seçsək, avtomatik olaraq sahə 1-ə, görürsüz yazmışıq. Sahə 1-ə 10 yazılacaq. 2-ni seçsək, sahə 1-ə 20% yazılacaq. 3-ü də seçsək, sahə 3-ə 50 yazılacaq. Gəlin, istifadəçi rejimində açaq və xəta verdi. Nəsə xəta etmişik burada. Üzr istəyirəm, bərabərdir qoymağı unutmamışam. Unutmuşam daha doğrusu. Vururuq, istifadəçi rejimdə açırıq. Servis start. İndi baxın, mən indi burada onu seçsəm, gördünüz 10 yazılır. 20%-ə keçirsəm 20 yazılır. 50-yə keçirsəm 50%. Yəni kodumuz belə düzgün icra olunur. Ancaq bir şey var ki, mən də 50 yazanda bunlar da qalıb. Elə eləyə bilərik ki, yəni bir dənə tapşırıq qoyaq ki, qabağımıza. Mən onu seçəndə yazılsın. Mən 20-ni seçəndə ondan keçdi də buna. Переключать, yəni keçid elədi 20-yə. Onda bu 10 da qayıtsın 0-a. Ya da 20-dən keçirdim 50-yə, bu 0-a düşsün, bu 50 burada yazılsın. Qaytarsam ona, bunlar ikisi 0. Yəni bunu da gəlin proqram kodunda təmin eləyək. O da necə eləyəcək? Çox sadə şəkildə. Əgər sahə bizim keçid düyməmiz 1 seçilibsə, bu zaman obyekt nöqtə sahə 2 bərabərdir 0 və obyekt sahə 3 bərabərdir 0. Gəlin bunları kopyalayaq. Burada kopyalayaq. Burada indi nə edirik? 1-də 2 ilə 3, 2-də 3 ilə 1, 3-də də 2 ilə 1. Yəni bir də üzrü sayın. Mən burada videoda indi özüm ekrandayam deyə birdən sağ tərəfdə indi hansı ki burada indi nəyisə dəyişiklik eləyəndə siz görməyə bilərsiniz. Baxın, bu düymələrin komandasını, sabitiyasını necə təyin etdik? Yəni özümün yerini dəyişim burada. Baxın, bu svojstvasına keçəndə bu sabitiyanın baxın bu sonda idi. Baxın burada. Yəni hətta biraz böyüdüm. Baxın burada. Özümün yerini dəyişim. Özümü itirdim bu tərəfə. Kiçildim belə. Baxın, indi bu düymənin hansı ki vurdum üzərinə. Sağı vursaq svojstvasında, baxın buranı mən qeyd etmək istirdim. Bu keçid düyməsi burada. Və kolonkaların sayı da burada idi. Yəni xassələrə əgər üzrü sayın bir ekran tutmuşdum, gəlin dəfə diqqət eləyərəm ona. İnşallah ki, yəni özünüz orada mən də ekranda bağladım. Siz əgər konfiqurator açmışdınızsa orada görəcəydiniz o qeyd etdiklərimi. Ümid edirəm ki, çox problem yaşanmaz. Nəsə qaranlıq qalsa, yəni videonun kommentar bölməsinə qeyd eləyərsiniz. Qayıdaq bura. İndi gəlin kodumuzu icra eləyək və yoxlayaq nəticəni. İstifadəçi rejimində açaq. Keçirik bura servis start. İndi baxın, biz burada 10-u seçsək 10 yazıldı. İndi 20-ni seçsək gördünüz 10 silindi, 20 yazıldı. 50-ni seçsək hamısı silindi. 20-ni seçsək, bunlar 10-u seçsək bizə istədiyimiz nəticəni əldə etdik. Yəni necə elədik burada? Yəni heç bir çətin bir şey yoxdur. Yazdıq ki, əgər keçid düyməsi 1-ə bərabərsə, sahə 1-ə 10 yaz, 2-nin 3-ə 0. Sahə 2-yə 2 seçilibsə 20,
3-lə 1-i 0 elə tezdən. Hər dəfə bu şəkildə, yəni heç bir çətin bir şey yox. İndi başqa digər elementlərdən də nə öyrənə bilərik? Yəni keçid düymələri haqqında məncə bu qədər kifayət eləyər. Yəni demək olar ki, işlədə bildik. Hətta baxın biz burada onlar üçün dəyərləri də təyin etdik. Bu dəyərlərə uyğun olaraq şərtdə yoxladıq hansı seçilib. Yəni bu gələcəkdə çox faydalı kodlardır. İnterfeysdə istifadəçi üçün, yəni müəyyən seçimləri, bu keçid düymələri ilə təyin edə bilərsiniz ki, onları seçiləndə özü gördünüz, hətta hadisəni də təyin etdik. Də özümü çəkim bu tərəfə. Baxın burada bu bölmədə hadisəsini də təyin etdik. Dəyişiklik misal üçün vursaq üzərinə bu kod icra olunur. Yəni izmeniyası dəyişiklik olunan zaman. Digər düymələrdən də misal üçün biz indi hansı element idi? Bunu qoymuşduq keçid düyməsi. Bu поле переключателя, onun vidini поле переключателя etmişdik. Baxın, hətta indi biz bura daxil olsaq, поле flaşka var. Bunun ondan əsasən fərqi nədir? Əslində çox ona oxşayır. Yəni hətta qoysaq, baxın görürsüz keçid düyməsi belə düymə oldu. Yəni düyməyə basanda onun öz dəyəri olacaq. Fərq sadəcə ondadır ki, bu поле flaşok onun məlumat tipi, yəni booleandır, booleandır. Yəni doğru, yanlış, istina, loş. Baxın bu şəkildə. Yəni düzün desəm bu da çox sadədir. Məncə siz bunu özünüz də rahatlıqla öyrənə bilərsiniz. Yəni indi hal-hazırda görürsüz, ekrana da əlavə etdik bu keçid düyməsini. Sadəcə olaraq bunda istina, loş olacaq. Baxın bu şəkildə. Burada qaloçkanı qoya bilirik. Hətta gəlin istifadəçi rejimində də açaq. Gördünüz? Baxın belə bir seçi əlavə etmiş olduq. Hətta fikir verirsinizsə, görürsüz 10 yazılır. Niyə görə biz bundan qabaq onu переключатель etdiyimiz zaman orada birində dəyər qalır. Yəni hal-hazırda bir növ onu silmək lazımdır oradan. Belə problem deyil. Məncə bu da aydın oldu. Yəni bu da çox asandır. Yəni bunun dəyəri də ya doğru ya yanlış. İşarələnibsə doğru, işarələnməyibsə yanlışdır nəticədə. İndi hal-hazırda biraz bu videonun dərsin vaxtı uzandı. Məncə hələlik kifayət qədərdir. İnşallah gələn videoda hətta bu keçid düyməsi heç bunu artıq danışdıq. Bu hətta bunun haqqında da bu поле flaşkanı da ayrıca özümüz qeyd eləyərik yenə də. Yəni siz özünüz də baxsaz, yəni burada çətin bir şey yoxdur. Ancaq bunu da nə qədər də olsa bu məsələyə də toxunarıq. İnşallah ki, ümid edirəm ki, bugünkü dərsimiz də faydalı oldu. Yəni bu gün biz idarə olunan formaların, biraz iş rejimləri haqqında da danışdıq. Bu Tonki, Toast klient və bildik ki, bizdə hal-hazırda istifadəçi rejimində Tonki klienti istifadə edirik. Yəni sadə interfeysli, sadə funksionallı interfeys və həmçinin Toast klientimiz də var, hansı ki bu tam funksionallı interfeys. Və aydınlaşdırdıq ki, Tonki klient həm də və yaxud da gələcəkdə ola bilər web klient olsun. Bu bir növ serverdən yükü azaldır. Serverin resurslarının, yəni ki, gücünü tam formaya deyil, başqa bir hesablama əməliyyatlarına yönəltməsinə imkan verir. Yəni kodumuzu, proqramı işləməsini daha optimal eləyir. Bu Tonki, Toast klient rejimlərini istifadə etməklə. Bir də idarə olunan formada və rekvizitlərini, yəni ki, bu elementlərin əlavə edilməsi, elementlə ümumiyyətlə obyektin, rekvizitin arasındakı fərqi də öyrənmiş olduq. Bu gün hətta gəlin qaytaraq bizim flaşoku переключателя. Baxın belə bir keçid düymələrini yaratmaq, hətta onu praktiki olaraq tətbiq də elədik proqram kodumuzda. Bunun adları niyə dəyişdi? Onu desən ləğv etdik. Siyahıdan keçirmişdi. Yəni problem deyil, siz özünüz də əlavə eləyə bilərsiniz əgər dəyişməmisinizsə. Yəni bunu da öyrəndik. Burada rekvizitlərdə əlavə etdiyimiz sahələrlə, kanallarla da bağlı müəyyən belə praktiki işlər gördük. İnşallah ki, bu dərs də faydalı olar, bəyənərsiniz. Beləliklə videonu burada bitirirəm. Hamınızdan həmişəki kimi videonu bəyənməyi, kanala abunə olmağı, videonun şərh bölməsində sualınız, fikriniz, rəyiniz, şikayətiniz varsa bildirəsiniz. Sağ olun, uğurlar.